Bikini qaşınırsa, qızarıbsa, süd rəngində axıntılar varsa, pis qoxu gəlirsə, bu artıq həyəcan təbliğidir. Sən uşaqlıq yoluna düşmüş göbələyin ilkin mərhələsindəsən. Vaxt keçdikcə sidiyə gedəndə yanmalar olacaq, münasibət zamanı quruluq, ağrı hiss eləyəcəksən, adət dönəmin gecikməyə başlayacaq. Bəs bu problemlərdən necə qurtulmaq olar? Necə bu əlamətləri aradan qaldırıb sağalmaq olar? Ekrandakı ağrıya toxun, qırmızı rəng olsun, videonu qayd elə və mənə diqqətlə qulaq as. Yaxınlaş apteka Candivac şam al. Bu şam istifadə edildiği zaman antiseptik təsirinin köməyi ilə bu əlamətləri aradan qaldırmağa kömək eləyir. Uşaqlıq yolunun selekli qışasını nəm saxlayaraq bu problemlərin yenidən yaranmasını qismən önləyir və uşaqlıq yolunun göbələk xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi çox müsbət təsir edir. Bir sözlə, bu əlamətlərdən əziyyət çəkirsinizsə, alırsınız, axşam yatmamışdan əvvəl uşaqlıq yoluna bir dənəsini qoyub yatırsınız və qısa müddətdə bu əlamətləri aradan qaldırırsınız. Ölkənin bütün apteklərində əl çatandır, olmasa da əczaçılarımızdan xahiş edin, Candivac şamı alıb zakaz verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əczaçınız var olanlar hər zaman sağlam qalasınız.